Herkesi salamlayıram. Mənim dəyərli dostlarım, gözəl insanlar, gözəl Azərbaycanlılar. Bura İsmayıllı rayonu Kələcəyvə kəndi. Bax bu belə göstərim. Bu dumanlı dağlar Pirqulu qoruğudur. O dağın arxası Dəmirçilər kəndidir. Bura Pirqulu qoruğudur. Bu dağın arxasında maral saxlayırlar. Bilməm Lahıca gedən yolu görmüsünüz yoxsa yox. Yəni burada artıq dirənir də bu yol yoxdur. Gəldi bu kənd burada geri qayıdırsan, çox möhtəşəm təbiəti var, tarixi bir yerdir, şəlalə var dağda, düzdür, maşın getmir ora, piyada. Çox möhtəşəm də, yəni və ən qədim insan məskənlərindəndir. Bura mənim həyətimdir, bu mənim evimdir. Hər kəs istənilən vaxtı qonağım ola bilər, hər kəs istədiyi vaxtı. Belə də ki, yəni belə sərbəst, yəni açarı verə bilərəm. Burada Supa müəllim var, onda olur açar. Əslində elə tikdirmişəm ki, yayda bir kirayə falan verim. Düzdür, burada hələ inkişaf eləməyib kirayə. Burada bir dənə çatışmayan bir qazdır. Qazımız yoxdur. Maşın yolu, asfalt düz gəlir qapıya. Bir qaz yoxdur. 3-cü ildir ki, mən qışda 200 manata qədər xərcim var. Yenə gəldim, bütün simistitl, krant, hamısı şaxta vurub partladır. Təzədən bir də alıram, bağlayıram yerinə. Belə yəni hər şərait, plastinasına kimi, təmiz qab, qaşıq, stəkan, hər şey. Yəni gəl ailənlə, düş, istirahət elə, get. Sağlıq olsun, yəni kim istəsə, nə zaman istəsə qulluğundayam. Yəni belə də qonağım da ola bilər, belə pulu ilə də yenə də həmçinin. Belə, hər kəsi. İsmayıllı rayonu Kələcəyvə kəndi, bir daha təkrarlayıram, möhtəşəm bir mənzərə. Baxın da, yəni özünüz görürsünüz, bax. Buna bax. Yamyaşıl. Birazdan hələ may ayında bura əsrarəngiz olacaq yəni. Bu da ki belə aprel ayı İsmayıllı rayonu Kələcəyvə kəndi. Bax bu möhtəşəm bir mənzərə, şər qarışan vaxtı. Gör necə bir gözəl bir mənzərə. Bu da çaydır. Burada oradan da bir çay axır, bu dərə. Qabaqda o çaylar birləşir. Və belə bir möhtəşəm bir mənzərə yaranır. Çaydır. Bu çayın səsindən də ki, yatırsan, pəncərə də düz çaya açılır. Belə. Bir daha deyirəm, hər kəs gəlib, qonağım ola bilər hər zaman. İndi buralar yamyaşıl olacaq birazdan. Çayın adı Molla çayıdır, Molla. Mollalardan da ki, canımız qurtarmır da, hara gedirik Molla, Molla. Bax o da, bax o dağlar da ki, Pirqulu qoruğuda. Bu təpənin də o tərəfi Ağsudur, Hacman, Dilman, Fatman kimi kəndlər var. Ağsuyun cəmi 4 dənə yaşıl kəndi var, o da İsmayıllı ilə sərhəddədir. Qalanı Ağsu elə şahid Kürdəmir kimi bir yerdir. Uğurlar, hər kəs bir daha deyirəm, qonağım ola bilər.